العظيم الأعظم الأعز الأجل الأكرم وبالحسين يا الله 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 يا Allah İlahi əllərimizi naümid qaytarma. Amin deyən dilləri lal öldürmə. İlahi bu əzadarlığı bizdən qəbul elə. Dünyada İmam Hüseynin ziyarətindən, qiyamətdə şəfaətindən bizi binəsib eləmə. İlahi bu məclisimizi qəbul olunmuş məclis qərar ver. İlahi bu məhərrəmliyi, axırıncı məhərrəmliyimiz qərar vermə. Bu gecələrin, qalan gecələrinin, Aşura gününün, Aşura gecəsinin feyzindən bizi binəsib eləmə. O möminlər, müsəlmanlar ki, yaxından, uzaqdan zəhmət çəkib gəlib İmam Hüseyn məclislərin öz iştirakları ilə abad edirlər, dünya və axirətlərin abad elə. İlahi, bütün xəstələrə, nəzərdə olan xəstələrə şifaya acil mərhəmət elə. Hər kimin ürəyində nə hacəti var, nə dərdi var, dərdin götürüb, hacətin götürüb, Əhl-i Beyt qapısına gəlib, İmam Hüseyn hörmətinə dərdlərimizə dərman elə. Bizi bugün əli boş naümid yola salma. İzzətin xatirinə izzətimizi əlimizdən alma. Əziz şəhidlərimizin müqəddəs ruhun bizə duaçı qərar ver. Onların ruhun elə bugün İmam Hüseyn ağaya qonaq elə. Əziz şəhid atalarına, şəhid analarına, ailələrinə səbr mərhəmət elə. İlahi, əskərlərimizi, zabitlərimizi düşmən gülləsindən, namərd gülləsindən hifz elə. Yaralı qazilərimizə şifaya acil mərhəmət elə. İmam Hüseyn ağaya ağlayan gözləri, yanan ürəkləri cəhənnəm odunda yandırma. Bizi şeytan, nəfs-i əmmarə şərrindən hifz elə. Ölənlərimizə rəhmət, qalanlarımızı haqqa hidayət elə. Azərbaycanımızın bayrağın dünyanın hər yerində uca elə. İmam Zaman ağanın zuhurun tez elə. Haqqı Muhammedin və alih və bi haqqı surətil mübarəkətil Fatihət məəs-salavat.